Sonsuzluğun hansı səbəblərini ultrasəs müayinəsi ilə aşkarlamaq olar? Ümumiyyətlə, sonsuzluğun bir neçə səbəbi var. Vəbşə çoxdur səbəbi. Ultrasəs müayinəsində aşkarlaya biləcəyimiz səbəblər, məsələn, qalxana bənzər vəzidə bəzi zob xəstəliklərində, Haşimoto tireoiditlərində bunlar olarsa biz aşkarlayıb deyə bilərik ki, bu səbəb ola bilər. Sonra anadan gəlmə uşaqlıq qüsurları, yumurtalıq qüsurları ultrasəs müayinəsi zamanı aşkarlamaq olar. Məsələn, hansılarına ki aiddir? Yumurtalıqların olmamağı, yumurtalıqların çox kiçik olmağı, yumurtalığın olub da ehtiyatının az olmağı, yumurtalıq hüceyrələrinin ehtiyatı və yaxud da polikistoz, yəni yumurtalıqlar özü böyükdür, hüceyrələri çoxdur, amma keyfiyyətsizdir. Uşaqlığın özünün kiçik olması, bunlar anadan gəlmə səbəblər kimidir. Bir də sonradan əmələ gəlmə səbəblərdən, qazanılan səbəblərdən, məsələn, endometriumun nazik olması, endometriumun hansısa bir inkişafdan qalanına, hamiləlik inkişafdan qalır, endometriumu qaşıyandan sonra zədələnir və endometrium bir daha qalınlaşmır. Bu səbəb ola bilər sonsuzluğa. Bir də endometrial poliplər. Endometriumun içində əlavə toxuma kimi əmələ gəlir, qanamalara səbəb olur. Orada döl kisəsinin implantasiya olmağına mane olur. Servikal kanalın polipləri və s. bu kimi çox bir qüsurlar, çox bir səbəblər sonsuzluğun səbəbi kimi ultrasəs müayinəsində aşkarlana bilər.